Enerji içkilərinin istifadəsi ürəyin dayanmasına qədər gətirib çıxara bilən ritm pozğunluqlarına səbəb ola bilər. Belə ki, bizim ürəyimiz normalda müəyyən ritmlə döyünür və bu ritm adətən arzu olunan halda 100-dən aşağı olmalıdır. 100-dən çox olması xoşa gələn bir hal deyil. Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var. Bu kofein molekulları bədənimizdəki adenozin molekullarını bloklayır. Adenozin bizim yorğunluq hiss etməmizə və nəticədə yorulub yatmağımıza səbəb ola bilən bir maddədir. Və kofein bu maddəni blokladığı üçün müəyyən müddət üçün biz yorğunluq hiss etmirik. Amma digər tərəfdən enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var. Hansı ki 2 dənə qəhvədə olan 2 çaşqa məsələn 2 fincan qəhvədə olan kofein miqdarına bərabər gəlir. Və bir dəfəyə bunun bu qədər yüksək dozda qəbulu və üstə gəldi onun tərkibində olan digər maddələr, məsələn şəkərdir, taurindir, bunları da nəzərə alsaq, bu maddələrin birlikdə qəbulu ürəyin birdən-birə yüklənməsinə səbəb olur. Belə ki, yüksək bir enerji partlaması olur. Bu zaman norepinefrin, adrenalin kimi maddələr ifraz olunur və bu maddələr də ürəyin döyüntüsünün artmasına gətirib çıxarır. Digər tərəfdən isə kofein ürəyin tərkibində olan hüceyrələrdə, yəni ürəyin quruluşunu təşkil edən hüceyrələrin içində kalsiumun hüceyrə xaricinə çıxmasına səbəb olur. Bu isə ürəyin büzülməsinə, yəni daha doğrusu yığılmasına səbəb olur. Bu da bərabər şəkildə getmir. Ürəyin müxtəlif hissələri fərqli şəkildə döyünə bilər. Biz buna ekstrasistoliya deyirik. Yəni normal döyüntüdən kənarda döyüntülərin olması. Bu isə qəfildir bir ürək döyüntüsü kimi, çırpıntı kimi, bəzən qorxu, yaxud da narahatlıq hissi kimi özünü göstərə bilər. Xüsusən də əgər insanlarda qalxanvari vəzin funksiyasının artma durumu varsa, yəni hipertireoz dediyimiz durum varsa, ya da qorxuya yatqınlıq varsa, anksiyete dediyimiz tip pozğunluq, psixi pozğunluq varsa, ya da məsələn, hamilədirsə qadın ya da yeniyetmələrdə və yaxud da metabolizma problemləri olan şəxslərdə, xüsusən də kofeinin metabolizm etməsində problem olan şəxslərdə bu proses daha güclü şəkildə özünü göstərə bilər. Yəni, ürəyin ritmi pozğunluğu daha tez şəkildə baş verə bilər və bu da dediyim kimi müxtəlif ekstra, yəni normadan kənar ritm kimi hiss olunsa da, həmçinin ürəyin dayanmasına qədər gətirib çıxara bilər. Çünki nəticədə hər orqanizm individualdır və biz bir insana adətən xaricdən baxaraq daxili orqanlarının sağlam vəziyyətdə necə işlədiyini təyin edə bilmirik. Və hər insanın da bədənində fərqli quruluş olduğuna görə, fərqli ferment sistemi, fərqli metabolizma xüsusiyyətləri olduğuna görə biz konkret olaraq deyə bilmərik ki, bir insan buna necə reaksiya verəcək, ən azından ilk baxışdan. Amma və bu da digər tərəfdən risk təşkil edir. Belə ki, müxtəlif insanlar bu maddələrə müxtəlif cür reaksiya verir və xüsusən də yeniyetmələr arasında çox miqdarda istifadəyə bağlı olaraq qəfləti ürək ölümləri təəssüf ki, görünür. Buna görə də əgər siz ürək xüsusiyyətlərinizi bilmirsiniz, ürəyinizin normal ritm funksiyalarından xəbəriniz yoxdursa, bu xüsusən sizin üçün risk təşkil edir. Məhz buna görə də çalışmaq lazımdır ki, bu enerji içkilərindən maksimum şəkildə istifadəsi azaldılsın və yaxud da daimi istifadəsinin qarşısı alınsın. Çünki daimi istifadədə bunları, yəni bu enerji içkilərinin tərkibindəki maddələri metabolizmə edən fermentlər də bədəndə tükənir və bu tükənmə nəticəsində həmin bu kofeinin miqdarı qanda daha uzun müddət yüksək qala bilər və bu uzun müddət yüksək qalmanın nəticəsində isə dediyim kimi ürəyin normal ritmi daha sürətli şəkildə və daha uzun müddətli pozula bilər. Məhz buna görə də dediyim kimi bu içkiləri qəbul etməzdən öncə bir daha düşünmək lazımdır.